Bazarda çox bal var, amma siz keyfiyyəti yoxlanılmış tam təbii kənd balı axtarırsınızsa, Kənd Babanın azad ruhlu Kəlbəcərin şəfalı çiçəklərindən süzülmüş təbii Kəlbəcər balını təbiətdən süfrənizə gətiririk. Sevdiklərinizi Kənd Babanın təbii, faydalı və hədiyyəli Kəlbəcər balı ilə sevindirin. Bu təkcə bir bal deyil, sağlamlıq və təbiət möcüzəsidir. Üstəlik Kənd Babanın Kəlbəcər balı ölkədə yeganə sertifikatlı baldır. Orijinallığına tam zəmanət veririk. Kəlbəcər balımız tam təbii olduğu üçün şəkər xəstələri də rahatlıqla istifadə edə bilər. İnanmırsınızsa əsl Kəlbəcər balını dadın, şəkərinizi yoxlayın. Kənd Baba, təbii balın doğru ünvanı. Sifariş və ətraflı məlumat üçün elə indi 050 261 91 11 nömrəsi ilə əlaqə saxlayın. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Media Türk TV izləyiciləri, gündəm masada verilişi ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmail da hər zaman olduğu kimi regionda və dünyada baş verənləri masa ətrafında müzakirə edəcəyik. Daimi tamaşaçılarımızdan isə ilk saniyelərdən ən-ənəvi ricamızı təkrar edirik ki, mütləq yayımımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Ən son gərgin gedişatı prosesləri sizinlə bərabər daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bugünkü müzakirəmizi studiyamızda baş verən hadisələrlə bağlı edəcəyimiz müzakirəni dəyərli qonaqlarımızla bərabər sizə təqdim edəcəyik. Bizimlə bərabərdirlər Milli Məclisin üzvü, millət vəkili Cavanşir bəy Feyziyevdir. Hər vaxtınız xeyir olsun Cavanşir bəy. Hər vaxtınız xeyir. Xoş gördük və dəvətimizi qəbul edib canlı yayımımızda olduğunuz üçün təşəkkür edirik. Qardaş, Kuzey Kıbrıs'tan da canlı bağlantımızda çox önəmli qonağımız var. Kuzey Kıbrıs Cumhuriyetinin prezidentinin müşaviri Sayın Gökhan bəy Gülər bizimlə canlı bağlantımızda. Hər vaxtınız xeyir olsun Gökhan bəy, sizi də salamlayırıq. Size de hayırlı sabahlar. Cavanşir Bey'i de selamlıyorum. Sizleri de selamlıyorum. Medyada Türkiye'de beni davet ettiği için ayrıca teşekkürlerimi sunuyorum. Çox sağ olun. Biz də təşəkkür edirik ki, zaman ayırıb canlı yayımıza qoşulubsuz. Dünən Prezident İlham Əliyevin Ada Universitetində keçirilən Yeni Dünya nizamı ilə bağlı çox önəmli, mötəbər bir tədbirdə maraqlı və vacib məqamlara toxunmasının biz şahidi olduq. İstər Cənubi Qafqaz regionu, Yaxın Şərq, dünyada baş verən qlobal proseslər və ən önəmli hadisələrdən biri də Türk dünyası mövzusuna həsr olunan təbii ki, suallara verilən cavablarda Prezident İlham Əliyevin Kuzey Kıbrıs məsələsinin üzərində xüsusilə dayanması və ümumiyyətlə son vaxtlar Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatındakı fəaliyyətləri və ümumiyyətlə bundan sonraki layihələr çərçivəsində Kuzey Kıbrısla bağlı məsələlər hansı istiqamətdə həll oluna bilər və Azərbaycan bugünə qədər də Kuzey Kıbrıs Türk Cumhuriyyətinin mövcudiyyətinə, onun müstəqilliyinə dəstək verib, onun belə deyək, beynəlxalq arenada fəaliyyətlərini daim qardaşlarımızın yanında yer almaqla biz dəstəkləmişik və bundan sonra da mövqeyimizi bu şəkildə davam etdirəcəyik. Çox önəmli mesajdır, dəstəkli qardaş Kuzey Kıbrıs Türk Cumhuriyyəti hər zaman bu sözləri Azərbaycandan və bu Türk dünyasından bu dəstəyi gözləyib və Türkiyə ilə bərabər Azərbaycanın da Türk dünyasında, Türk Dövlətləri Təşkilatında nüfuzunun artması Kuzey Kıbrısa da artıq beynəlxalq arenada bu səviyyədə dəstəyin nümayiş etdirilməsinin bir daha növbəti bir əyanı göstəricisi kimi yadda qalır. İstərdim bu baş verənlərlə bağlı münasibətimizi bölüşək. Ümumiyyətlə Türk dünyası və dünyadakı proseslər fonunda Azərbaycan prezidentinin indiki çıxışı, dünyaya verilən mesajlar nələri özündə əks etdirir? Cavanşir bəy, qısa olaraq təbii ki, sizdən başlayaq, daha sonra Gökhan hocamın da önəmli fikirləri olacaq. Bu forum sadece 7. forumdur. Artık Azerbaycan'da geçirilir ve bu foruma katılmak için dünyanın 44 ülkesinden gelmiş siyasi ekspertler ve diplomatlar evvelce Qarabağ'ı ziyaret ettiler. Qarabağ'da şehirlere gittiler. Daha sonra Ada Üniversitesi'nde 7. defa forum öz işini devam ettirdi ve Cənab Prezidentle görüş keçirildi. Ve ənənəvi olarak bu cür görüşler 3-4 saat devam edir ve Prezident İlham Əliyev dünyanın bütün bölgelerinden gelmiş ekspertleri maraqlandıran suallara cevap verir. Bu dəfəki görüşün mövzusu yeni dünya düzenine doğru adlanırdı ve doğrudan da biz hazırda dünyanın yeni düzene doğru getdiyi bir məqamı yaşayırıq. 91-ci ildə baş vermiş hadisələr dünya düzenini dəyişdi və bu dəyişiklik öz fəsadlarını hələ də göstərməkdədir və bu fəsadlar biz ilk növbədə məsələn Rusiya-Ukrayna müharibəsi timsalında hələ də görməkdəyik. Elə Azərbaycan-Ermənistan münaqişəsi də 91-ci il hadisələrinin davamı idi, oradan çıxan nəticə idi və bu kimi münaqişələr
keçmiş Sovet ərazisində bir neçə yerlərdə var və onlar bəziləri həll olundu, bəziləri hələ də davam edir. Amma bu görüşdəki suallar, ekspertlərin sualları təkcə Azərbaycanla və ya postsovet ərazisi ilə məhdudlaşmadı. Dünyada, ümumiyyətlə, qlobal miqyasda gedən siyasi prosesləri əhatə etdi və o cümlədən həmin sualların içərisində mənim üçün və bizim üçün, sizin üçün də çox maraqlı olan suallardan biri də Kuzey Kıbrısla bağlı idi. Və Kuzey Kıbrısla bağlı verilən suala Cənab Prezidentin cavabı çox net və bir mənalı oldu ki, Azərbaycan dövləti Kuzeyli qardaşlarımızın bağımsızlıqlarının müdafiə olunmasında hər zaman qəti mövqeyində dayanacaq və bu həm bütün digər türk dövlətlərinə, həm Kuzeyli qardaşlarımıza, həm də bütün dünyaya bir mesaj idi. Yəni Kuzeyli qardaşlarımızın haqlarının tanınması üçün Türkiyə lazım gələn bütün addımları atıb, Türkiyə Kuzey Kıbrıs Türk Cumhuriyyətini bağımsızlığını tanıyıb, Azərbaycan Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üyə olmasını dəstəkləyib və bu baş verib. Azərbaycanla Kuzey Kıbrıs Türk Cumhuriyyəti arasında parlamentlər arası əlaqələr qurulub və mədəni, humanitar, iqtisadi əlaqələr qurulmaqdadır hal-hazırda. Və Cənab Prezident əvvəllər də demişdi və dünənki forumda da bir daha Azərbaycan dövlətinin mövqeyini və qəti mövqeyini bir daha təsdiq etdi ki, biz Kuzey Kıbrıs türkləri ilə bağlı apardığımız siyasət bir millət, üç dövlət siyasətinə sadiqliyimizi qoruyub saxlayırıq və bu şəkildə də davam edəcək. Çox sağ olun Cavanşir bəy. Müzakirəmizi təbii ki, qarşıdakı dəqiqələrdə növbəti suallarımızla davam etdirəcəyik. Sizinlə də Gökhan bəy bu məsələni ətraflı şəkildə bir müzakirə etmək istərdik. Təbii ki, bilirik ki, sizin də zamanınız o qədər də çox deyil, səfərləriniz var. Antalya diplomatik forumu keçirilir. Qardaş Türkiyədə mötəbər növbəti bir önəmli vacib toplantılardan biridir və Türkiyə hər zaman bu kimi tədbirlərə ev sahibliyi eləyib dünyanın müxtəlif ölkələrindən bir çox ölkə rəhbərlərinin, rəsmi nümayəndə heyətinin Türkiyə səfəri gözlənməkdədir. Siz də bu proseslərdə iştirak edəcəksiniz. Ümumiyyətlə, dünənki tədbir və Ada Universitetində Prezident İlham Əliyevin Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı vermiş olduğu mesajlar qardaş Türkiyədə və Kuzey Kıbrısda və ümumiyyətlə Türk dünyası və beynəlxalq arenada da ciddi şəkildə yeni bir gündəm yaratmış oldu. Kuzey Kıbrıs hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır və özlərinin müstəqilliyinin Türk Dövlətləri Təşkilatı səviyyəsində tanınması və Türk dövlətlərinin hər birinin Kuzey Kıbrısın yanında yer alması qardaş ölkəni hər zaman yaxından maraqlandıran həssas mövzulardan biri olub. İndiki məqamda son vaxtlar baş verən bəzi hadisələr oldu ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələr Cənubi Kiprdə, yəni Kuzey Kıbrısa onların yanaşması, Yunan Kiprinin yanaşması bəllidir. Onlar heç zaman Kuzey Kıbrısın bağımsızlığını qəbul etmək istəməyiblər və belə bir gərgin bir vaxt ərzində indiki dönəmdə onların gedib Güney Kıbrısda yeni bir səfirlik açmaları, daha doğrusu yeni bir səfir atamaları, təyin etmələri haqlı olaraq Kuzey Kıbrıslı qardaşlarımıza da bir narazılıq yaratmışdı. Necə ola bilər bu hadisələr bu şəkildə cərəyan etsin və onların Türk Dövlətləri Təşkilatından da gözləntiləri çoxdur. Ancaq elə bir gərgin dönəmə təsadüf etdi ki, Cumhurbaşqanı Prezident İlham Əliyevin bu çıxışı ki, artıq Türk dünyasında da yeni bir canlanma gətirir və Türk dünyasının əsas liderlərindən biri olaraq Azərbaycan və Türkiyə bu məsələlərdə Kuzey Kıbrıs mövzusunu yenidən ön plana çıxarırlar. Siz ümumiyyətlə indiki çıxışı, səslənən mesajları və Kuzey Kıbrısda bununla bağlı reaksiyaları necə təhlil edirsiniz? Buyurun, sizdən də bu fikirləri eşitmək istəyərdik. Çok teşekkür ediyorum. Öncelikle Cenab Prezident Cumhurbaşkanı Sayın İlham Aliyev'in açıklamaları gerçekten Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde büyük bir mutluluk yaratmıştır. Çünkü Azerbaycan'la Kuzey Kıbrıs Türk Cumhuriyeti, yani Kıbrıs Türk halkı arasında tarihsel bağlara baktığımız zaman hani o büyük Türk ailesinin kardeşlik bağlarıyla bağlı olmamız yanında bir de bizlerin Rumlar, Azerbaycan'ın da Ermenistan tarafından mezalime uğramış olması ortak bir kader birlikteliğini de bizlere yaşattı. Yani tarihte her iki halk da, Azerbaycan halkı da, Kuzey Kıbrıs Türk Cumhuriyeti vatandaşları, halkımız da, Kıbrıs Türk halkı da çok büyük sıkıntılar, üzüntüler yaşadı. Tabii Cenab Prezident İlham Aliyev'in dün yapmış olduğu açıklama çok önemliydi. Çünkü Kıbrıs Türk halkının tarihsel olarak yaşamış olduğu
sıkıntılara değindi. Ve Kıbrıs Türk halkının özellikle müzakere dönemlerinde, yani 1900 düzeltiyorum, 63 sonrası 68'de başlayıp 2017'ye kadar ki devam eden süreçleri düşünecek olursak, Kıbrıs Türk halkı masaya gelen önerilere hep pozitif bir yaklaşım göstermişti. Sayın Cenab Prezident İlham Aliyev de özellikle Annan planına 2004'teki atıfta bulunarak dedi ki, Kıbrıs Türk halkı Annan planına uluslararası toplumun Birleşmiş Milletler nezdinde gündeme getirdiği iki ayrı halka, Kıbrıs Türk halkına ve Kıbrıs Rum halkına getirdiği referanduma Kıbrıs Türkleri evet oyu vermesine rağmen, Rumların hayır oyu vermesine rağmen adil olmayan bir şekilde Rumların ödüllendirildiği ve Avrupa Birliği'nin bir üyesi yapıldığı, buna karşın evet oyu veren, uluslararası camiayla uyumlu şekilde hareket eden Kıbrıs Türk halkının da ise cezalandırıldığını ve bunun doğru olmadığını söyledi ki bu çok önemli bir açıklamaydı bizim için. Biz bunu zaten söylüyoruz ama bunun Cenab-ı Prezident İlham Aliyev tarafından söylenilmesi ve ardından da bu haksızlığa karşı Türkiye Cumhuriyeti'nin dışında Azerbaycan'ın da aynen Türkiye Cumhuriyeti Devleti gibi Kıbrıs Türk halkına sahip çıkarak bağımsızlığını kazanıncaya kadar, yani bağımsızlıktan da kastımız yani Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin uluslararası camiada hak ettiği yeri alıncaya kadar, tanınıncaya kadar bu politikaların tamamen yanında yer alacağını söylemesi bizleri çok rahatlatmış ve mutlu etmiştir. Zaten nitekim bunun öncesinde de Azerbaycan parlamentosunda Azerbaycan Kuzey Kıbrıs Türk Cumhuriyeti Dostluk Grubu yaratılmıştı ve Cavanşir Bey de onun prezidenti, başkanı olarak seçilmişti ki bu bizleri çok mutlu etti. Cavanşir Bey pek çok kez Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne geldi. Gerek Cumhurbaşkanımıza, gerek Başbakanına, gerek Meclis Başkanı ve diğer hükümet yetkilileriyle defalarca görüştü ve kendilerinin de bize vermiş olduğu destek ve oradaki programlara katılmış olması bizleri çok mutlu etmiştir ki ben yeri gelmişken bunu da ifade etmek isterim. Tabii onun yanında siz az önce ifade ettiniz. Dediniz ki diğer Türk devletlerinin, yani Türk Devletleri Teşkilatı içerisinde yer alan işte Kazakistan, Özbekistan ve Türkmenistan'ın Güney Kıbrıs'a büyükelçilik açma vesilesi var. Tabii bunu aslında dünkü geçirilen toplantıdaki ana konu işte yeni dünya düzeniydi. Yeni dünya düzeni çerçevesinde biraz ele almak gerekir diye düşünüyorum. Çünkü 1991 sonrasına baktığımız zaman Cavanşir Bey de az önce ifade etmişti. Soğuk Savaş sona ermiş, yeni bir süreç başlamıştı. O tek kutuplu dünya düzeninin de bir süreden bu yana, ki ben de çok aynı zamanda köşe yazarlığı da yapıyorum, yazarımda çok da vurguladım, çok kutuplu bir dünya düzenine doğru bir değişim dönüşüm yaşadığını söylüyoruz. Ve bunu artık iyiden iyiye bütün dünya hissediyor. Tabii burada bir taraftan bu değişim ve dönüşümler yaşanırken bir diğer taraftan da uluslararası toplumun 1. ve 2. Dünya Savaşı'nı yaşadıktan sonra kurgulanan bir uluslararası sistem var. Ve bu uluslararası sistem herkesin de bildiği gibi 1946 sonrası kurgulandı ve burada Birleşmiş Milletler'de 5 daimi üyenin bir araya gelmesinden kaynaklı bir 5 daimi üyeli bir yapı ve bunun veto hakkı olduğu için bu yapı olayları bazen görüyor, bazen görmüyor, bazen görmezlikten geliyor veya bu yapının ve Birleşmiş Milletler'in 1946 sonrasındaki süreci artık uluslararası toplumun sorunlarını çözmede yeterli olmadığı ve bu yeterli olmadığının da mevcut Birleşmiş Milletler Genel Sekreteri Sayın Guterres tarafından da pek çok defa gerek röportajların, yazılı verdiği mülakatlarda, gerek görsel medyaya verdiği röportajlarında ifade etmesi de önemli bir konu. Ki buradan nereye bağlamak istiyorum? Artık uluslararası sistem bir değişime ihtiyacı var. Neden bu değişime ihtiyacı var? Çünkü
800 milyonluk bir Batı nüfusundan bahsediyoruz. Yani bunun kabaca 400 milyonunun Amerika, 400 milyonun da Avrupa Birliği olduğunu düşünecek olursak 8 milyarlık dünya nüfusu içerisinde artık koca koca uluslararası örgütler var. Yani bugün Avrupa Birliği dediğimiz yapı 400 milyon. Ama gel gelelim bunun yanında BRICS gibi, ASEAN gibi örgütlere baktığımız zaman neredeyse dünya nüfusunun yarısına yakın insanını içine alan ülkelerden oluştuğunu görüyoruz ki artık dünya eski dünya değil. Dolayısıyla uluslararası toplum daha adil, sorunları daha adil şekilde çözebilecek mekanizmalara ihtiyaç duyuyor ki bunun içinde yakın gelecekte, yani bu benim şahsi kanaatim, tabii Türkiye Cumhuriyeti Cumhurbaşkanı bunu uzun zamandır vurguluyor ve bu Türkiye tarafından da çok ifade ediliyor ve aslında mazlum ülkeler ve mağdur ülkeler tarafından da ifade ediliyor. Nedir bu? Artık uluslararası kurumların özellikle Birleşmiş Milletler daimi üye yapısının veto etkisinin de ortadan kaldırılarak, revize edilerek üye yapısının değişmesi gerekir. Nasıl değişebilir? İşte konudan konuya geçtik belki ama hani bugün 7 kıta varsa o 7 kıtaya eşit şekilde ülkelerden oluşabilecek daha geniş kapsamlı ve ülkede, dünyada meydana gelen mağduriyetleri ortadan kaldırabilecek bir yapıya ihtiyaç var ve bunu zorlayan, baktığımız zaman işte Türk Devletleri Teşkilatı içerisinde yer alan Türkiye Cumhuriyeti gibi, işte Azerbaycan gibi, ama diğer tarafta Hindistan gibi, belki 5 daimi üyesi içerisinde olabilir ama Çin gibi, Rusya gibi, işte Brezilya gibi, Hindistan gibi büyük ekonomiler, büyük nüfusları olduğunu artık kimse göz ardı edemiyor. Edemedikleri için de bu ifade ediliyor ki bu ifadelerden bir tanesi de yakın zamanda seçilen, göreve başlayan Amerikan Devlet Başkanı Trump tarafından artık çok kutuplu dünya düzenine geçildiğini kendisi de ifade ediyor ve Rusya ile de bakıldığında çok yakın ilişkiler kurduğunu, Trump'ın göreve gelmesinden sonra Ukrayna'daki sorunun, Suriye'deki sorun, yaşanan iç savaşın bir anda ortadan kalktığında göz ardı etmemek lazım. Belki bu konuları açmaya şu anda gerek yok ama hani kısaca o sürece değindikten sonra günümüze gelecek olursak, Türk Devletleri Teşkilatı içerisindeki bazı ülkelerin az önce isimlerini ifade ettik. Avrupa Birliği ile ülke vatandaşlarının, yani birey olarak Türk Devletleri Teşkilatı değil de yani bireysel bakıldığı zaman işte örneğin Kazakistan'ın, örneğin Türkmenistan'ın, örneğin Özbekistan'ın doğalgaz başta olmak üzere ürünlerini satıp ama aynı zamanda da Avrupa Birliği içerisindeki vatandaşlarının haklarını, menfaatlerini koruyabilmeye yönelik ilişkiler yürüttüklerini görüyoruz. Bu ilişkilerin de öyle anlaşılıyor ki çıkar menfaat ilişkileri çerçevesinde, karşılıklı ilişkiler çerçevesinde bir mutabakata vardırmak istenmiştir. Burada tabii bir takım ticari, ekonomik ülkelere katkı sağlandığı da bu yapılan ticari anlaşmayla, Özbekistan'da imzalanan anlaşmayla ortaya çıkmıştır. Tabii burada şunu atlamamak lazım. Avrupa Birliği'nin üyesi haline getirilen Güney Kıbrıs Rum yönetiminin yapılan anlaşmalarda alınan kararların oy birliğiyle alınma gibi bir karar alma yöntemi olduğu için dolayısıyla Güney Kıbrıs'ta da büyükelçilik açmaları gibi anlaşılan o ki bir talebi olmuş ve o talep doğrultusunda da böyle bir süreç yaşanmıştır. Tabii burada bu ülkelerin bu büyükelçilikleri açması tabii ki Türk dünyasında, özellikle Türkiye'de, öyle anlıyorum ki Azerbaycan'da da, dolayısıyla Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde de bir mutsuzluk, bir huzursuzluk yaratmıştır sade vatandaşlar içerisinde. Ancak bu ülkelerin büyükelçilik açmış olmaları yarın Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde de benzeri diplomatik ilişkiler kurmayacakları anlamına gelmez. Ve nitekim bu ülkeler, bu 3 ülke aslında ilk diplomatik ilişkiyi Türk Devletleri Teşkilatı üzerinden 11 Kasım 2022'de Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin gözlemci üye kabul edildiği süreçte zaten o başlatmış ve nitekim o Türk Devletleri Teşkilatı içerisindeki bütün toplantılarında gerek devlet başkanları nezdinde gerekse daha alt seviyelerdeki işte bakan toplantılarında veya sivil toplum kuruluşlarının toplantılarında zaten bu
adı geçen tüm ülkeler bir araya gelerek o toplantılara katılmaktadır. Ve dolayısıyla bu üç ülkenin süreç içerisinde Kuzey Kıbrıs Türk Cumhuriyeti ile ilişkilerinin de geliştirebileceklerini düşünmek istiyorum. Çünkü biz büyük Türk dünyası ailesinin, büyük Türk ailesinin bir parçasıyız ki nitekim bunu yakın zamanda Cumhurbaşkanı Cenab-ı Prezident Kemal seçildikten sonra yaptığı açıklamalarında ifade etmişti ki bu da bizim için ayrı bir mutluluk kaynağıdır ki geri gelmişken ben tekrar Cenab-ı Prezident Sayın İlham Aliyev'in Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne vermiş olduğu destekleri teşekkür ediyorum. Çünkü Cenab-ı Prezident Sayın İlham Aliyev, Cumhurbaşkanı Sayın Ersin Tatar'la çok yakın bir sıcak ilişki kurmuştu süreç içerisinde ve Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanı Sayın Ersin Tatar'ın gündeme getirmiş olduğu iki devletli çözüm vizyonuna destek vermektedir. Nasıl destek vermektedir? Çünkü Kıbrıs Türk halkı uluslararası camianın gündeme getirmiş olduğu ne kadar öneri varsa bu önerileri hep pozitif davranmış ama yıllar içerisinde hep olumlu cevap vermesine rağmen hep mağdur edilen Kıbrıs Türk halkı olmuştu ve nitekim bağlıyorum sonuç olarak artık yıllarca devam eden federasyon görüşmelerinin 2017'de artık buna cevap vermediği anlaşılmış ve tamamen bu süreç kapanmıştır. Yani federasyon defteri kapanmıştır ki bu nitekim defalarca Kuzey Türk Cumhuriyeti Türk devletleri söylemiştir. İki devletli çözüm vizyonu çerçevesinde ki iki devletin işbirliğine dayalı yani egemen eşitlik, eşit uluslararası statü ve iki devletin işbirliğine dayalı çözüm vizyonumuzda yolumuza devam ediyoruz. Sayın Cumhurbaşkanımız Sayın Ersin Tatar bu vizyonu başarıyla sürdürmektedir ve sonuç olarak Cenab-ı Prezident Sayın İlham Aliyev'in Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin uluslararası camiada tanınacağı güne kadar sonuna kadar yanımızda yer alacağını açıklaması da bizleri mutlu etmiştir. Yani bu ilişkilerin daha da gelişecek olması bizleri mutlu etmiştir. Çok sağ olun Gökhan Bey. Size teşekkür ederek canlı yayımızda oldunuz. Kardeş Kuzey Kıbrıs'a bir daha stüdyamız vasıtasıyla salamlarımızı, saygılarımızı çatdırırıq. Yavaş yavaş uçaklarına başlıyoruz. Türkiye'de böylelikle çok teşekkür ediyorum. Çok sağ olun, saygılar bir daha. Qeyd etmək istərdim ki, dəyərli izləyicilər, canlı bağlantımızdakı qonağımız Kuzey Kıbrıs Türk Cumhuriyeti Prezidentinin müşaviri Sayın Gökhan Gülər bizimlə bağlantıdaydı. Kuzey Kıbrıs'taki məhz baş verən hadisələrlə bağlı, vəziyyəti son açıqlamalarla bağlı gələn reaksiyaları bizə bölüşdü və ümumiyyətlə bilirik ki, Kuzey Kıbrıs Türk Cumhuriyeti Türk Dövlətləri Təşkilatının artıq fəallığı nəticəsində regiondakı proseslərdə xüsusi rol oynaması sonucunda Türk Dövlətləri Təşkilatında da belə deyək təmsil olunmaqdadır. Hələ ki müşahidəçi status daşıyır, ancaq bu o demək deyil ki, bu daimi olaraq belə olacaq. Dünən də Prezident İlham Əliyev bu məsələ ilə bağlı ətraflı şəkildə AD Universitetində təşkil olunmuş tədbirdə öz fikirlərini bölüşdü və bildirdi ki, biz indiyə qədər də Kuzey Kıbrıs Türk Cumhuriyetinin müstəqilliyinə və öz dövlətçiliklərini qoruyub saxlamasına necə dəstək vermişiksə, bu siyasətimizdə hər hansı bir dəyişiklik edilməyəcək. Bundan sonra da qardaşlarımızın yanında yer alaraq Kuzey Kıbrıs Türk Cumhuriyetinin müstəqilliyinə əlimizdən gələn dəstəyi və tövəni verməkdə davam edəcək. Bu çox önəmli açıqlamaydı, çox vacib bir nüansdır. Çünki indiki ərəfədə Kuzey Kıbrıs Türk Cumhuriyetinin Türk Dövlətləri Təşkilatından gözləntiləri çox böyükdür. Diplomatik münasibətlərin, əlaqələrin qurulmasında Azərbaycanın fəal rol oynaması. Bu da nə ilə qaynaqlanır? Azərbaycan təkcə daxili siyasət, xarici siyasət, regional proseslərdə yox, qlobal məsələlərdə də öz nüfuzunu, öz gücünü ortaya qoymağı bacarıb. Bir çox məsələlərin həll olunmasında, İsrail-Türkiyə münasibətlərindəki gərginliklər aradan qaldırılması məsələsində necə ki, Azərbaycan tarixən mühüm addımlar atıb. Bununla bağlı da Prezident İlham Əliyevin dünən önəmli çıxışları oldu və Türkiyə bizim qardaş ölkəmiz, müttəfiq dövlət, İsrail sən yaxın dostlarımızdan və tərəfdaşlarımızdan biri olaraq hər iki ölkə arasında münasibətlərdəki gərginliyin olması bizi də narahat edib və daim bu məsələlərdə biz yaşanan proseslərdəki problemlərin aradan qaldırılmasına da dəstək göstərmişik və indi də mövqeyimizi bu istiqamətdə qurmağa və formalaşdırmağa çalışırıq. Yəni istər Türkiyə,
Rusiya-İsrail münasibətləri, istər Yaxın Şərq, Rusiya-Ukrayna savaşı, Cənubi Qafqazdakı vəziyyət, bütün bu proseslərlə bağlı Prezident Əliyevin önəmli mesajları və çağırışları oldu. Buradakı detallar nələrdən ibarətdir? Qarşıdakı dəqiqələrdə bu məsələlər ətrafında da fikirlərimizi qeyd edəcəyik. Sizdən isə ənənəvi ricamızı bir daha xatırladırıq. Mütləq yayımımızı bəyənib kanalımıza abunə olmağını unutmayın ki, ən son baş verənləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bəli, yayımıza qaldığımız yerdən davam edirik. Cavanşir bəy, siz də Gökhan bəyin fikirlərini ətraflı şəkildə söylədiyi məqamları dinlədik və ümumiyyətlə təkcə Türk dünyası deyil və qlobal məsələlər dünən ətraflı şəkildə Prezident İlham Əliyevin çıxışlarında səslənən suallarda demək olar ki, öz yerini və təsdiqini tapdı. Azərbaycan prezidenti dövlətimizin mövqeyini, milli maraqlarımızı bir daha bu beynəlxalq platforma çərçivəsində, necə ki 44 günlük Vətən savaşında jurnalistlərin müxtəlif sualları olurdu. Azərbaycan reallıqları, belə deyək ki, Qarabağ məsələsinin yanaşmalarla əlaqədar müxtəlif, belə deyək, suallara Azərbaycan prezidenti diplomatik savaş içərisində, informasiya, belə deyək ki, müharibəsi çərçivəsində layiqli və tutarlı cavablar verirdisə, bir tərəfdən biz ordumuzla mübarizə aparırdıq, digər tərəfdə diplomatik və informasiya yönündə bir savaşın şahidi oluyorduk və bugün də bizə qarşı və ümumiyyətlə təkcə Azərbaycan deyil, bütövlükdə Türk dünyasının yanaşmalarında heç bir dəyişiklik olmayıb. Yenə də o ikili standartlar tətbiq olunur və o çıxışda da qeyd olunduğu kimi ki, Kuzey Kıbrıs Avropa İttifaqının yanaşması Güney Kıbrısa bir başqadır. Onlar təşkilatın üzvünə çevrildilər. Kuzey Kıbrıs isə dışlanmış, kənarda qoyulmuş bir vəziyyətdə qaldı. Onların haqları və hüquqları pozuldu. Bu məsələyə yetərincə toxunduq. Ümumiyyətlə, qlobal mövzu çərçivəsində gündəmdə olan Rusiya-Ukrayna savaşı var. Prezident İlham Əliyev də dünənki çıxışında bu məsələ ilə bağlı çox önəmli argumentləri və faktları bir daha belə deyək ki, öz fikrində, öz belə deyək ki, çıxışında yer verdi. Söhbət nədən gedir? Bugün hər kəs Rusiya-Ukrayna savaşının bitəcəyini gözləyir. Tez bir zamanda sülh imzalanacaq, atəşkəs əldə oluna bilər. Bununla bağlı Trampın çıxışları var. Ancaq Prezident İlham Əliyev qeyd etdi ki, realist olmaq lazımdır. Hadisələrə obyektiv və həqiqi çərçivədən baxsaq, indiki reallıqlar fonunda tez bir zamanda hər hansı bir sülhün əldə olunmasının söhbət gedə bilməz. Deyir, necə ola bilər ki, başqa bir ölkə digər bir ölkənin torpaqlarını işğal edib və o torpaqlardan çıxmaq istəmir. Ukrayna isə öz torpaqlarını verməyəcək. Bu da aydın məsələdir. Biz də Ukraynanı dəstəkləyirik, ərazi bütövlüyünü tanıyırıq. Biz də işğala məruz qalmış ölkələrik, onların nələr yaşadıqlarını gözəl bilirik. Ancaq dünya elə bir fon yaradıb ki, sanki müharibə bitə bilər, Trump gələcək, hər şeyi yekunlaşdıracaq, sanki onun bir sehirli çubuğu var. Amma reallıq başqadır. Prezident İlham Əliyev bəlkə də dünyanın yeganə dövlət başçılarından biri və birincisidir ki, dünən bütün bu reallıqları Ukrayna belə müharibəsi fonunda da bir daha dilə gətirdi. Siz konkret olaraq o məqamlarla bağlı hansı belə deyək fikirləri bölüşmək istəyirsiniz? Daha sonra növbəti təbii ki, nüanslara da toxunacağıq. Rusiya-Ukrayna müharibəsi ümumiyyətlə çox maraqlı bir mərhələyə gəlib çatıb. Vaxtilə Rusiya-Ukrayna müharibəsini qızışdıran dövlətlər bu gün hər nə yolla olursa olsun, həmin müharibədən öz canlarını qurtarmağa çalışırlar. Bu Amerika Birləşmiş Ştatları da bunu edir, Avropa Birliyi üzvləri olan ölkələr də bunu edir. Faktiki olaraq Ukrayna Rusiyanın təcavüzü qarşısında tək qalmış duruma gəlməkdədir. Əlbəttə, atəşkəs əldə oluna bilər, çünki hər iki tərəf taqətdən düşüb. Nə insan potensialı buna imkan verir, nə hərbi sursatlar baxımından buna kifayət qədər imkan var. Ona görə də müvəqqəti atəşkəs əldə oluna bilər, amma cənab prezidentin dünən forumda səsləndirdiyi kimi bu sülh olmayacaq. Bir müddət nə sülh, nə müharibə vəziyyəti yarana bilər. Belə bir təcrübə başqa münaqişələrdə də olub. Elə Azərbaycan-Ermənistan münaqişəsində də biz 20 ildən çox nə sülh, nə hərb şəraitində yaşadıq və sonda yenə hərb oldu. Çünki yarımçıq qalmış hərb öz-özünə sülhlə yekunlaşa bilməz. Yəni, tarixdə belə bir nümunə yoxdur. Əgər hərb məsələsi yarımçıq qalıbsa, burada sülh yox, atəşkəsdən danışa bilərik. Müvəqqəti atəşkəs ola bilər. Hal-hazırda buna Amerika Birləşmiş Ştatları da çalışır, Avropa Birliyi də çalışır və o cümlədən Ukrayna və Rusiya da mənəvi, psixoloji səviyyədə buna hazırdırlar. Bu olacaq, əgər baş tutacaqsa, bu olacaq atəşkəs, bu olacaq müvəqqəti və əvvəl-axır bu müharibə bir daha alovlanacaq. Və niyə görə alovlanacaq? Çünki cənab prezident bunu çox aydın şəkildə izah elədi ki, dünyanın yaşadığı, əsaslandığı qayda qanunlar hər bir ölkəyə
ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı zəmanətini verir. Və hər bir dövlət kimi Ukraynada bu zəmanətdən faydalanmaq hüququna malikdir. Ona görə də Ukrayna heç zaman torpaqların itirilməsi ilə barışmayacaq və Rusiyanın hazırda apardığı işğalçı müharibə də belə asanlıqla bu niyyətlərindən əl çəkməyəcəklər. Çünki bütün bu müharibənin əsasında əslində şərq-qərb qarşıdurması dayanır. Və bu qarşıdurma 91-ci il hadisələrindən başlayan qarşıdurmadır. İki qütblü dünya sistemi pozulduqdan sonra, qüvvədən düşdükdən sonra dünya bir qütblü idarə etmə sisteminə köklənmişdir. Lakin hadisələrin sonraki gedişi göstərdi ki, bu mümkün deyil. Çünki dünyanın hal-hazırda bir qütbdən idarə olunmasına nə millətlər, xalqlar, nə də dövlətlər hazırdır. Ona görə də bu bəlkə çox uzaq gələcəkdə bəlkə bu mümkün olacaq, amma bu hələlik yalnız nəzəri cəhətdən bu barədən danışa bilərik. Və Amerika Birləşmiş Ştatlarının strateqləri də doğrudan da inanmışdılar ki, biz bir qütblü dünyaya qədəm qoymuşuq. Amma sonraki hadisələr göstərdi ki, yox, bu işdə belə deyil. Dünyanın idarə olunmasına iddialı olan çoxsaylı dövlətlər var və bu onların haqqıdır. Əslində, əgər Birləşmiş Millətlər Təşkilatının 193 üzvü varsa, 193 dövlətin hər biri qlobal idarə etmədə müəyyən bir rol almalıdır. Türkiyə liderində belə bir çıxışı... Bəli, əgər biz ədalətli dünyadan danışırıqsa, dünyanın ədalətli idarə olunmasından danışırıqsa, o zaman 193 dövlətin bərabər şəkildə eyni hüquqlar əsasında dünyanın idarə olunmasında iştirak etmək hüququnu da tanımalıyıq. Amma çox təəssüf ki, İkinci Dünya Müharibəsindən sonra yaranmış şərait və yaranmış o konfigurasiya, o arxitektura, təhlükəsizlik arxitekturası bugün mövcud olan BMT-nin Təhlükəsizlik Şurası arxitekturasına əsaslanır ki, orada da yalnız 5 dövlət təmsil olunub. Və bu 5 dövlət bütün dünyanın gələcəyini müəyyənləşdirməyə haqlı deyil. Yəni, bunu nə biz, nə hər hansı bir digər dövlət qəbul edir. O cümlədən orta güc dövlətləri, bu termin yenidir siyasi politologiya elmində, orta güc dövlətləri olan, deyək ki, Çindir, Türkiyədir, Braziliyadır, Hindistandır, bu kimi dövlətlər, Pakistandır, bu kimi dövlətlər dünyanın qlobal idarə olunmasının yalnız 5 dövlətin monopoliyasında olmasına qarşıdırlar. Və bunda da haqlıdırlar, mən hesab edirəm ki, nəinki deyək ki, orta güc dövlətləri, ümumiyyətlə ən kiçik güc dövləti də olsa, əgər bu BMT tərəfindən tanınmış dövlətdirsə, o qlobal idarə etmədə öz rolunu oynamalıdır. Və bu şəraitə gəlib çıxmaq üçünsə çox şeyi dəyişmək lazımdır. Və bu dəyişikliklərin baş verməsi əvəzinə münaqişələr ortaya çıxır. Çünki bu dəyişikliklərə can atdıqca maraqlar toqquşması baş verir və maraqlar toqquşması zəminində dünyanın müxtəlif bölgələrində münaqişələr alovlanır. Rusiya-Ukrayna müharibəsi məhz belə bir maraq toqquşmasının nəticəsidir. Qərb-şərq maraq toqquşmasının nəticəsidir. Və ona görə də bu müharibə bitməyəcək, müvəqqəti atəşkəs əldə oluna bilər, amma bu ancaq Prezident İlham Əliyevin dediyi kimi tərəflərə imkan verəcək ki, onlar öz güclərini yenidən qruplaşdırsınlar, yenidən müharibəyə başlasınlar. Ona görə bizim bugünkü siyasi şəraitdə üstünlüyümüz ondan ibarətdir ki, biz öz münaqişəmizi həll edib qurtarmışıq və dünyada baş verən proseslərə öz münasibətimizi aktiv şəkildə bildiririk və dünən keçirilən forum və forumda Cənab Prezidentin çıxışı, suallar cavablandırması da məhz Azərbaycanın qlobal siyasətdə oynadığı rolun göstəricisidir. Azərbaycan artıq milli müstəqil dövlət çərçivəsində apardığı siyasəti təsdiq edib, bütün dünya qəbul edib ki, bu Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasətdir və forumda iştirak edən siyasi ekspertlər də bunu öz çıxışlarında təsdiq etdilər, bir daha etiraf etdilər. Və indi Azərbaycan artıq görürsünüz COP29 timsalında və yaxud qoşulma hərəkatına sədrlik timsalında Azərbaycan dünyanın idarə olunmasında öz rolunu oynayır. Və bugün münaqişələrin dayandırılmasında və yaxud haqları tapdalanan hansısa xalqların, millətlərin
haqlarının tanınmasında da Azərbaycan qlobal miqyasda öz rolunu oynamaq əzmindədir və oynayır. Kuzey Kıbrıs Türk Cumhuriyeti ilə bağlı verilən suala cavabında da Azərbaycan prezidentinin verdiyi cavabın mahiyyəti ondan ibarət edir ki, bəli, Azərbaycan sadəcə özünə qapılaraq öz ölkəsində və yaxud bölgədə baş verən proseslərlə sadəcə məhdudlaşmır. Eyni zamanda adada baş verən, son 50 il ərzində baş verən hadisələri diqqətlə izləyir və ədalətli mövqedən çıxış edərək Kuzey Kıbrıslı Türk qardaşlarımızın müstəqillik hüququnu dəstəkləyir. Bəli. Azərbaycan milli maraqlarına söykənən və dünyadakı prosesləri bu səpkidə izləyərək addımlarını o səviyyədə atan dövlətlərdən biri olaraq bu yanaşmanı ortaya qoymaqla başqa ölkələrin demək olar ki, siyasətlərinin fərqli bir üslubu ilə seçilir. Və nəzər alaq ki, Rusiya-Ukrayna savaşında bizim gördüyümüz işlər, Ukraynaya edilən yardımlar, göstərilən dəstək, humanitar köməklik, Ukrayna dövlət başçısı və rəsmi hökumət səviyyəsində də hər zaman ən yüksək səviyyədə bu təşəkkür səviyyəsində də bu fikirlər söylənilib ki, Azərbaycan doğrudan da regionda, belə deyək, Cənubi Qafqaz regionunda, bölgəsində əsas güc olaraq prosesləri necə ki nizamlayır, proseslərin həlli məsələsində öz rolunu oynamağa çalışırsa, təkcə bu bölgə ilə kifayətlənmir. İstər Rusiya-Ukrayna savaşı olsun, yaxın şərqdə baş verənlər, dünyanın hansı məkanında olur olsun, Azərbaycan sülhün, ədalətin və sabitliyin müdafiəçisi və təhlükəsizliyin təminatçısı ola biləcək. Yəni bu proseslərdə haqqın, ədalətin müdafiəçisi rolunda yer almağa çalışır. Bu da bizim təbii ki, dünyadakı nüfuzumuzun, imicimizin və dövlət, belə deyək ki, nüfuzumuzun artmasına da birbaşa təsir göstərir və bu istiqamətdə Prezident Əməliyevin gördüyü işlərdə xüsusilə qeyd olunmalıdır. Rusiya-Ukrayna savaşından biz danışırıq. Nəzər alaq ki, Azərbaycanın şimal qonşusu Rusiya var. Rusiyanın tarixən bizə yanaşmaları, münasibəti, bölgədə etmək istədikləri. Yəni bu qədər siyasətə rəğmən Ukraynanın ərazi bütövlüyünə hörmət eləmək, Ukraynaya dəstək göstərmək özü-özlüyündə böyük bir siyasi iradə tələb edir, böyük bir qətiyyət tələb edir, böyük bir güc təbii ki, bu istiqamətdə mütləq olmalıdır ki, Azərbaycan da nəzər alaq ki, Rusiya və digər dövlətlərlə müqayisə olunsaq, o qədər də böyük olmayan bir dövlətdir, ancaq regiondakı siyasətimiz sərhədlərimizi də aşıb keçir, öz gücümüzü daha da açıq və belə deyək ki, olduğundan da daha artıq formada göstərə bilirik. Bu təkcə yenə də qeyd edirəm, Cənubi Qafqazda kifayətlənmir. Yaxın şərqdə Rusiya-İran məğlub olur, Azərbaycan qardaş Türkiyənin yanındadır. Şimal qonşumuz Rusiya var, buna baxmayaraq Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu gün də müdafiə edir, dəstəyimizi davam etdiririk. İstər başqa məsələlər, yaxın şərq, Türkiyə-İsrail məsələləri daim gərginlik olsa belə, Azərbaycan bu məsələlərdə də öz aktiv rolunu oynayıb. Bir tərəfdə qardaşımız Türkiyə, digər tərəfdə dostumuz, müttəfiqimiz İsrail, başqa dövlətlər isə bundan fərqli siyasət aparır. Yəni bu iki ölkəni bir-birinə qarşı qoyaraq nəzərə alsaq ki, İsrailin potensialı var, Türkiyənin özünün nüfuzu var və İsrailin, Türkiyənin bir araya gəlməsi İran kimi, bəlkə də Rusiyanı da bura aid etmək olar, Fransa özünü də qeyd etmək mümkündür. Başqa böyük güc olmaq iddiasında olan bir və yaxudsa belə deyil, regionda öz planlarını həyata keçirməyə maraqlı olan dövlətləri narahat edir ki, Türkiyə, İsrail bir araya gələ bilər, hansı ki biz bu problemi həll etmişik, yenidən bu gərginlik yarandı. Azərbaycan siyasəti bu baxımdan da seçilir. Yeni qoşulan izləyicilərimizə yayımızı mütləq bəyənib kanalımıza abunə olmağı rica edirik. İstərdim elə Türkiyə-İsrail məsələsindən danışmışkən Prezident Əməliyevin bu çıxışı, bu dövlətlərin etmək istədikləri, yəni elə bir vəziyyət yaranıb ki, Türkiyənin daxilində, yəqin ki, kanallar hamımız izləyirik və görürük. Yeni bir İsrail ərazisinin daha da böyüdülməsi məsələləri və başqa bir belə yaxın şərqin müxtəlif belə regionlarında, hətta Fransa, başqa belə deyək, Amerika Birləşmiş Ştatlarının müəyyən dairələri və İranın da burada əli olmaqla Kürd bölgəsinin, Kürd muxtariyyətinin və ya başqa bir səviyyədə hansısa bir Türkiyə təhdid yarada biləcək rejimi yaradılması söhbətləri gedir. Və burada da Türkiyə ilə İsraili bir-birinə qarşı qoymağa çalışır. Kimdir bu qüvvələr? Nə etmək istəyirlər və Azərbaycan burada necə rol oynaya bilər? Dediklərinizi ümumiləşdirsək, belə bir cümlə ilə ifadə etmək olar ki, Azərbaycanın apardığı siyasət dövlətlər arasında konfrontasiyaya yox, əməkdaşlığa yönəlmiş siyasətdir. Yəni, həm Azərbaycanın digər dövlətlərlə apardığı siyasət qarşılıqlı faydalı əməkdaşlığa köklənib, həm də Azərbaycan maraqlıdır ki, digər dövlətlər də öz aralarındakı Azərbaycanla və yaxud öz aralarında üçüncü tərəflərlə apardıqları əməkdaşlıq yalnız, yəni münasibətlər yalnız əməkdaşlıq əsasında qurulsun. Və bu baxımdan Türkiyə-İsrail münasibətləri də Azərbaycanın diqqət mərkəzindədir və Azərbaycan siyasətində hansısa mühüm bir həlqəni təşkil edir və məlum olduğu kimi əvvəllər də Türkiyə-İsrail münasibətlərində gərginləşmə yaşanıb
zaman və bu hallardan birində də yenə Azərbaycan qeyri-rəsmi olaraq ortada barışdırıcı mövqe nümayiş etdirərək iki dövlət arasında münasibətlərin tənzimlənməsinə öz yardımını göstərmişdi və bu gün də Azərbaycan məhz bunu etməyə çalışır. İki dövlət arasında maraqların toqquşmasını yox, məhz maraqların uzlaşdırılmasını istəyir və ona görə də Suriyada baş verən hadisələr əlbəttə Türkiyə-İsrail münasibətlərini yenidən qızışdırmağa yönəlmiş münasibətlərdir. Amma baxaq Suriyadakı hadisələri kim qızışdırır? Bunu nə Türkiyə, nə İsrail orada hadisələrin qızışmasında maraqlıdır. Əslində, üçüncü digər qüvvələr o hadisələrdə maraqlıdırlar ki, onlar bir tərəfdən bu həm Türkiyəyə qarşı təzyiqdir. Əvvəl uzun müddət çalışdılar, İraq ərazisində bir yeni Kürd dövləti yaratsınlar, buna nail ola bilmədilər. Türkiyənin sərhədləri boyunca Kürdləri yerləşdilər, Kürd silahlı birləşmələrini yerləşdirdilər və Türkiyə bu qüvvələri oradan uzaqlaşdırdı. Daha sonra Suriya ərazisində yenə ssenari eynidir. Bu Türkiyəyə qarşı yönəlmiş addımlardır və bu addımlar Avropa Birliyi və Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir, çox təəssüf ki. Və hazırda da İsrailin Amerika Birləşmiş Ştatları ilə ən yaxın müttəfiq olduğu da bizə məlumdur. O yüzden Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı nəinki Türkiyə-İsrail arasında, ümumiyyətlə heç Ermənistan və Azərbaycan arasında da sülh olmasının tərəfdarı deyirlər. Çünki bu bölgələrdə, bizim bölgələrdə sülh olunca onların bölgəyə müdaxilə imkanları məhdudlaşır, azalır. Nə qədər ki, gərginlik var, münaqişə var, onlar güya bu münaqişəni sülh yolu ilə həll etmək və yaxud tərəfləri barışdırmaq bəhanəsi altında dövlətlərlə əməkdaşlığını qururlar və amma onların əməkdaşlığa, real əməkdaşlığa yox, məhz konfrontasiyaya istiqamətlənib. Yəni, Azərbaycanla Ermənistanı hazırda sülh müqaviləsi bağlamağa qoymayan hansı qüvvələrdir? Əlbəttə, məlumdur ki, Avropa İttifaqına daxil olan bəzi ölkələrdir. Əsasən, digər ölkələr də var, amma əsasən. Və bu niyə belə edilir? Çünki həmin güc mərkəzləri, Amerika Birləşmiş Ştatları kimi, Avropa İttifaqı kimi, Çin kimi, İran kimi və yaxud İran indi kiçik miqyaslı deyək ki, güc, regional güc deyə bilərik. Yəni, belə böyük iddiaları olan devlətlər Ermənistanı Azərbaycanla sülh bağlamaqdan çəkindirirlər, onları yalancı vədlər verməklə güya ki, onlara silah yardım edəcəklər və yaxud iqtisadi yardım edəcəklər, maliyyə yardım edəcəklər və bu Ermənistandakı revanşist qüvvələrin xəyallarını bir daha canlandırır. Onlar yenə də Qarabağ haqqında, Böyük Ermənistan haqqında düşünməyə davam edirlər və bu baxımdan Cənab Prezident bütün bu məsələlərə dünənki forumda bir aydınlıq gətirdi və biz də onu bir daha təkrar edirik ki, Azərbaycan və Ermənistan arasında sülh yalnız iki tərəfli dialoq nəticəsində mümkündür. İki tərəfli dialoqun nəticəsi olaraq ortaya çıxa biləcək bu sülh şəraiti və bu sülh müqaviləsinin də imzalanması üçün Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirməlidir. İndi keçək Türkiyə və İsrail münasibətlərinə, bu da Suriyanın bugün düşdüyü vəziyyətdən istifadə edərək, yenə də Suriya müharibədən yeni çıxmış ölkədir, inqilabdan sonraki ölkədir və burada dövlət qurumları, dövlət institutları hələ tam formalaşmayıb. Ölkə içərisində çoxsaylı müxtəlif xarici qüvvələrə işləyən hərbiləşdirilmiş birliklər var, qruplaşmalar var və Mərkəzi Suriya hökuməti hal-hazırda onlarla dialoq aparır, onlarla qarşı-qarşıya gəlməkdən uzaqlaşmaq istəyir, onları vahid Suriya hökuməti ətrafında birləşdirməyə çalışır. Və belə bir şəraitdə kənar müdaxilə nəticəsində məhz Suriya ərazisində Türkiyə və İsraili qarşı-qarşıya qoymağa çalışırlar. Amma əslində gəlsin belə baxsaq, tarix boyu türklər və yəhudilər daha çox bir-birini dəstəkləyiblər, nəinki bir-birinə qarşı çıxıblar. Bu son 20-30 ildə ortaya çıxan bu məsələlər, Türkiyə və İsrail arasındakı gərginliklər əslində epizodik xarakter daşıyır. Əgər biz ən azı bir 5000 illik tariximizə baxsaq, görərək ki, bu çox epizodik bir hadisədir və ümid edirəm ki, yenə də Azərbaycan bu münaqişənin, bu gərginliyin aradan qalxmasında öz rolunu oynayacaq. Prezident İlham Əliyevin apardığı siyasət təkcə sizin də qeyd etdiyiniz kimi bölgəni əhatə eləmir.
Azərbaycan hal-hazırda qlobal siyasətdə çox mühüm rola malikdir və bu rolu məharətlə ifadə edir öz apardığı siyasətlə və əminəm ki, Türkiyə-İsrail münasibətləri Azərbaycanın vasitəçiliyi ilə nizamlanacaq, öz qaydasına düşəcək və bu son nəticədə bütövlükdə bölgənin xeyrinədir. Bölgədə sabitliyi maksimum şəkildə təmin etmək həm anlaşılmaz məsələlərin tezliklə aradan qalxmasına, həll olunmasına kömək edəcək və yeni münaqişələrin qarşısını alacaq. Baxın, nə qədər ki, İsrail istər Türkiyə ilə gərginlik durumunda olsun, istər Suriya ilə müharibə, Suriya ilə Livanla müharibə şəraitində olsun, istər İranla, o zaman daha yeni bir münaqişəyə zəmin qoyulmuş olur. Əgər İsrail ilə İran arasında məsələn müharibənin yeni dalğası baş verərsə, o zaman Amerika Birləşmiş Ştatları da dərhal həmin müharibəyə qoşulacaq və Amerika-İran müharibəsi ortaya çıxacaq. Və bütün bunlardan uzaq durmaq üçün, bölgəni bu kimi fəlakətlərdən, qanlı müharibələrdən uzaqlaşdırmaq üçün əlbəttə nizamlayıcı, tarazlaşdırıcı, balanslaşdırıcı siyasət lazımdır. Və Azərbaycan da məhz bu balanslaşdırıcı siyasətin ən mahir ustasıdır deyə bilərik. Və xüsusilə cənab prezidentin timsalında Azərbaycanın son 20 ildən artıq müddətdə apardığı siyasət bunu bir daha təsdiq edib və bunu dünyanın ən güclü dövlətlərinin liderləri belə etiraf edirlər. Və o cümlədən Azərbaycanda təmsil olunan Azərbaycana gələn, bu beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn ekspertlər, siyasi təhlilçilər, diplomatlar, hamısı bir nəfər kimi bunu etiraf edir və Azərbaycanın yaradıcı, balanslaşdırıcı, müsbət rolunu xüsusilə qeyd edirlər. O baxımdan mən əminəm ki, Azərbaycan bu rolunu ildən ilə daha yüksək səviyyəyə çıxardacaq və bu da dolayısıyla əslində qlobal idarə etmədə bir rol almaq deməkdir. Yəni, Azərbaycan bu şəkildə, tutaq ki, COP29-u Azərbaycanda uğurlu şəkildə keçirməklə və uğurlu nəticələrlə yekunlaşdırmaqla və yaxud qoşulmama hərəkatına 4 il müddətində çox uğurlu rəhbərlik etməklə zaten Azərbaycan qlobal siyasətdə, qlobal idarə etmədə lider rolunu göstərib. Amma bunlar hamısı vaxt məhdudiyyətləri. Məsələn, bütün ölkələr 2 il qoşulmama hərəkatına sədrlik etdiyi halda Azərbaycan 4 il sədrlik etdi, ardıcıl olaraq 2 dəfə. Və yaxud COP29 indiyə qədər dünyanın iqtisadi cəhətdən ən yüksək inkişaf etmiş ölkələrdə keçirildiyi halda Azərbaycana bu hüququ tanıdılar. Bütün dünya birliyi, bütün dünya dövlətləri yekdilliklə tanıdılar. Bu hardan irəli gəlir? Bu elə Azərbaycanın apardığı siyasətə olan etimaddan irəli gəlir. Azərbaycanın qlobal miqyasda apardığı siyasətə heç kimin hər hansı bir irad tutmaq imkanı belə yoxdur. Çünki Azərbaycan istər bölgəmizdə gedən müharibə şəraitində də, istər dövlətlər arası münasibətlərdə də dəfələrlə sübut edib ki, Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. İstər daxili siyasətində olsun, istər xarici siyasətdə olsun. Azərbaycan dövlətinin atdığı bütün addımlar çox dəqiq düşünülmüş, balanslaşdırılmış və beynəlxalq hüquq normalarına uyğun olan addımlardır. Və bu baxımdan istər kiçik, istər böyük dövlətlər Azərbaycan siyasətinə, Azərbaycan prezidentinə etimad göstərir. Ona görə də bu kimi bölgəmizdə, bizə yaxın bölgələrdə baş verən münaqişələrdə Azərbaycanın çox mühüm rol oynayacağına ümid etmək olar. Sözlərinizə qüvvət, yekunda bu fikirdə söyləmək olar ki, Azərbaycanın gücü həm daxildə, həm siyasətdə ədalətin yanında yer almasından da əlaqədar bir məsələdir. Biz necə daxili proseslərdə Qarabağ məsələsini ədalətli yanaşma sərgiləyərək həll edə bildiksə, beynəlxalq müstəvidə olan bütün bu problemlərə də ədalətli yanaşma prizmasından, belə deyək ki, baxdığımız və bu problemlərin həllinə beynəlxalq hüquq və ədalət prizmasından yanaşdığımız üçün məsələlərdə də Azərbaycan öz gücünü bir daha ortalığa qoya bilir. Qardaş, Türkiyə Cumhuriyyətinin prezidenti Recep Tayyip Erdoğan'ın yazdığı kitabda daha adil dünya ola bilər. O, onu əsaslandırır ki, yəni nəzəri cəhətdən daha adil dünyanın mümkün olacağını əsaslandırır. Prezident İlham Əliyev isə adil dünyanın nəinki mümkün olduğu nəzəriyyəsini onu praktikada tətbiq edir və istər Ermənistan-Azərbaycan müharibəsində, istər digər münaqişələrə münasibətdə Azərbaycanın apardığı siyasət məhz
ədalətin, beynəlxalq ədaləti təmin etməyin mümkünlüyünü göstərir. Bəli. İnşallah ki, biz də bu Azərbaycan və Türkiyə modelinin necə indiki səviyyədə uğurlu şəkildə davam etdiyini görürüksə, gələcəkdə də istər daxildə, istər xaricdə qlobal miqyasda daha mühüm və daha da böyük işlərin görülməsində Türk Dövlətləri Təşkilatının Azərbaycan, Türkiyə və digər dövlətlərin də bu proseslərdə aktiv olması ilə bərabər görəcəyimiz işlər nəticəsində daha böyük və irəlidə belə deyək ki, qoyduğumuz hədəflərin hər birinə çatmış olacaq. Bir daha təşəkkürümüzü bildirəcəm. Sağ olun. Sağ olun. Belə, dəyərli izləyicilər, Gündəm Masada verilişinin bu saata olan buraxılışı sona çatdırır. Canlı yayımızda dəyərli qonağımız millət vəkili Cavanşir bəy Feyziyev idi. Regionda və dünyada baş verənləri ətraflı şəkildə müzakirə etməyə çalışdıq. Sizə də təşəkkürümüzü və minnətdarlığımızı bildiririk ki, yayımızı izlədiniz. Ənənəvi ricamızı da bilirsiniz. Mütləq verilişimizi bəyənib kanalımıza abunə olmağı unutmayın ki, daim gündəmlə bağlı müzakirə etdiyimiz məsələlərdən sizinlə bərabər daha geniş auditoriya məlumatlı ola bilsin. Gün ərzində digər efirlərlə yenidən qarşınızda olacaq. Sağ olun, sağlıqla qalın. Bazarda çox bal var, amma siz keyfiyyəti yoxlanılmış tam təbii kənd balı axtarırsınızsa, Kənd Babanın azad ruhlu Kəlbəcərin şəfalı çiçəklərindən süzülmüş təbii Kəlbəcər balını təbiətdən süfrənizə gətiririk. Sevdiklərinizi Kənd Babanın təbii, faydalı və hədiyyəli Kəlbəcər balı ilə sevindirin. Bu təkcə bir bal deyil, sağlamlıq və təbiət möcüzəsidir. Üstəlik Kənd Babanın Kəlbəcər balı ölkədə yeganə sertifikatlı baldır. Orijinallığına tam zəmanət veririk. Kəlbəcər balımız tam təbii olduğu üçün şəkər xəstələri də rahatlıqla istifadə edə bilər. İnanmırsınızsa əsl Kəlbəcər balını dadın, şəkərinizi yoxlayın. Kənd Baba, təbii balın doğru ünvanı. Sifariş və ətraflı məlumat üçün elə indi 050 261 90